Qarabağın liderlərindən biri Marko Yankoviç komandanı çempion olaraq tərk etmək istəyir. Çətin vəziyyətdə qoyub getmək istəmir. Böyük bir müsahibə verib Yankoviç o müsahibədə əməlli başlı özünün Qarabağın fanatı olmağını göstərib. Çox nadir futbolçular Azərbaycanda oynayaraq öz səviyyələrinin qalxmağını məhz yerli klubla əlaqələndirirlər. Yankoviç məhz bunu qeyd edib və Qarabağda keçirilən gözəl günləri xatırlayıb və verdiyi töhfələrdən danışıb və Qurban Qurbanovu çox tərifləyib və əlavə edib ki, istəsəydi Qurban haqqında böyük bir kitab yazardı və Chelsea ilə oyundan sonra Qurbanın necə futbolçulara hirslənməyindən danışıb, biraz sirləri açıb və maraqlı odur ki, Ajax-la itirilən şansdan və Eintracht-la olacaq oyunda böyük bir şans haqqında danışıb və bir növ Yankoviç bir daha izah eləyib ki, Qarabağ Azərbaycanın çox vacib olan bir klubudur. Avropada Azərbaycan futbolunu təmsil edir, bizim üzümüzü ağ edir və əməlli başlı bu komandanın böyük bir fanatıdır. Və ümid edək ki, ayın 21-i komanda qalib gələcək, Yankoviçin üzü də güləcək və biz də sevinəcəyik. Uğurlar komandamıza.